Sabahınız xeyir olsun. 22 Mart 2026-cı il tarixidir. Yaz fəslinin Şəvval ayının 3-cü günüdür. Yaz fəslinin Şəvval ayının ilk həftələrinin ilk 7-ci bazar günüdür. Və istirahət günlərindən biridir həftə üçün və hər birimizə xoş istirahət etməyi, can sağlıqlı olmağı, bol ruzili, bərəkətli olmağı arzu edirəm və bununla yanaşı 22 Mart günündə tətil günləri olmağına baxmayaraq təhsili ilə məşğul olan məktəblər, orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehn açıqlığı, iş avatlığı arzularım qarşılarına qoyduqları məqsədə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar olaraq yetişmələrini arzulayıram. 22 Mart günündə kimlərin rəhmətə gedənləri var, onların hər birinə demək rəhmət diləyirəm, səbir diləyirəm. 22 Mart günündə həm də işləri ilə məşğul olan insanlar var, baxmayaraq ki, istirahət günüdür, bayram günlərindən biridir. Hər birinə iş avatlığı, can sağlığı, bol ruzi, bərəkət arzu edirəm. 22 Mart günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. Bütün şəhid qazi ailələrini salamlayıram. Azərbaycan ordusunu salamlayıram və hər birinə can sağlığı, iş avatlığı arzu edirəm. Bununla yanaşı 22 Martda kimlər ad gününü, şad gününü qeyd edirlər. Onların hər birindən ilk növbədə can sağlığı arzulayıram. Bütün arzularına çatmaqlarını arzu edirəm. 22 Mart günündən başlayaraq isə səhv etmirəmsə, demək, nələr bilmək olur. Havaya baxaraq həm yaz fəslinin, həm yay fəslinin, həm də demək, payız, qış fəslinin necə keçəcəyini müəyyən etmək olur. Yəni, bugün də yaz fəslinin necə keçəcəyini səhv etmirəmsə, havaya baxaraq müəyyən etmək olar. 22 Mart günündə həm də tarixi günlər vardı. 22 Mart 1895-ci ildə Lumière qardaşları ilk televiziya effektlərini nümayiş etdirdikləri gündür. 22 Mart 1939-cu ildə 2-ci Dünya müharibəsi Almaniya Litvadan Memeli aldığı gündür. 22 Mart 1963-cü ildə isə The Pilates qrupunun ilk albomu Plaz Mem işıq üzü gördüyü gündür. 22 Mart 1967-ci ildə Cənubi Koreyada Daewoo şirkətinin qurulduğu gündür. 22 Mart 1986-cı ildə Məhəmməd Əli Ağcan İtaliyada ömürlük həbs cəzası aldığı gündür. 22 Mart 2004-cü ildə Azərbaycan Respublikası ilə Ekvador arasında diplomatik əlaqələr qurulduğu gündür. 22 Mart 2006-cı ildə dünyanın ən yaşlı canlısı olaraq sayılan Advaita 256 yaşında olan tısbağa öldüyü gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.